Arzu TV'nin efirinde Sevinçli Dəqiqələr programı başlayır. Bu program başlayırsa deməli, hamının əhval-ruhiyyəsi yaxşı olacaq. Hamıda bayram əhval-ruhiyyəsi olacaq. Hamımız üçün sevimli olan, başqa efirlərdən də tanıdığınız Tural Qarabağlı özünün ansamblı ilə, sevgili ansamblı ilə qonağımızdır. Xoş gəlmişsiniz. Sağ olun İlqar müəllim, təşəkkür edirəm, minnətdaram. Mən də bizi izləyən dostlarımızı, xalqımızı, hər birini salamlayıram. Oxumaqdır, məsələn, oxumaqla nə desən eləmək olar da, yəni tanınmaqdır, yəni bu gitar alətidir, qarmon alətidir, bunlar biraz arxa cəbhə deyək də, belə deyim. Yəni bununla tanınmaq hər saat, yəni hər adama qismət olmur, nəsib olmur, şükür olsun Allahıma. Yəni xalqımıza təşəkkür edirəm, bəyəndikləri üçün, dəyər verdikləri üçün. Türklərin bir gözəl deyimi var, deyir ki, böyük sənətkarları dev eləyən, onları müşahidə eləyən musiqiçilərdir. İnsanın özündən asılıdır da, yəni o əziyyəti çəkmək lazımdır. Yəni bugünkü bu yerə gəlməyim üçün yəni o əziyyətləri mən çəkmişəm. Yenə də xalqımız sağ olsun, yenə deyirəm, təşəkkür edirəm hər birisinə. Qarşısında baş əyirəm bütün xalqımızın. Tamaşaçılarımız istədiyi toya gedirik. Yəni belə oxuyanlar... Toylarınızın çox olmanı soruşmadım. Toylarımızda olan hava istiqan edirmi? Yəni bu günləri ora gələn qonaqların sizdən istədikləri musiqilər sizin ürəyinizcən olurmu? Yox, təbii ki, bizi dəvət edir izləyicilərimiz. Bizi istəyib ki, bizim ifalarımızı istəyib, qulaq asmaq istəyir deyə bizi dəvət edir. Yəni sağ olsunlar. İndi olar toyda bir nəfər, iki nəfər, yəni olur. Belə şeylər olmalıdır, olur, olacaq da. Sevgi ansamblı özünün yerini tapıb, yəni özünün dəst xətti var, aparıcısı var, müğənniləri var, gözəl musiqi qrupu var. Yəqin ki, sizin bu günləri verilişə baxandan sonra da zəhlərinizin ardı arası kəsilməyəcək. Sizi hər kəs evladının xoş günündə elə sevgisini sizlə bölüşmək istəyəcək. İnşallah. Həmişə hər birinizlə tək sevinçli dəqiqələr yox, sevinçli günlər, illər, sevinçli ömür arzuluyoruz. Sevgi ansamblı həmişə sevgi ilə dəvət olunsun sevənlərin şad günlərinə. Buyur. Sağ ol İlqar müəllim, mən də sizin bu verilişinizdə inşallah uzun ömrü olsun, daha da nailiyyətləriniz bol olsun, Allah sizləri var eləsin, Arzu qardaşımıza can sağlığı versin ki, bax belə bizi bu verilişə dəvət elədi və inşallah bundan da gözəl layihələriniz olsun. Allah sizləri var eləsin. Əziz izləyicilər, sizin aranızda bu verilişə qatılmaq istəyən şairlər, yazarlar, musiqi qrupları, müğənnilər və ansambllar ekranda gördüyünüz nömrəyə zəng edib əlaqə saxlayıb Arzu TV'nin efirində Sevinçli Dəqiqələr proqramının qonağı ola bilərsiniz.